Mayın 29-da Xəzər dənizi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb, bildirib ki, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində İran İslam Respublikasına məxsus mühərriklə təchiz edilmiş Yamaha 55 markalı liner tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanı ərazi sularına tərk etməyə cəhd göstərərkən saxlanılıb. Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları 1984-cü il təvəllüdlü Vahid Layığı Sudiyev və 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejad Tohid Nəriman olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.